Eldar müəllim, xoş gördük sizi. Biz sizi efirdən tanıyırdıq, amma ilk dəfə gördük. Açığı deyim ki, söhbət əsasında mən bildim ki, ruhumuz ruhumuza yaxındır və bizi birləşdirən ortaq məxrəc oldu ki, mən TNS Korporasiyasının qida üzrə mütəxəssisiyəm. Sizin də Çin haqqında böyük fikirləriniz var və Tibet haqqında, hətta şamanlardan belə danışdınız, mənə xoş oldu. Çünki bilirsiniz də, 5000 illik təbabətdir Tibet təbabəti, Çin özü 3500 illik təbabəti var və onlar dərmanla deyil, şəfaçılıqla məşğuldurlar. Mən bu ölkədə bunu qısaca olaraq təbliğ edirəm. Sizin bu haqda fikirlərinizi bilmək istəyirdik ki, xanımlar çəkir. Bu çox yaxşı işdir. Siz gördüyünüz bu işlər mən bu ofisdə görürəm və fikir verirəm ki, çox səliqəli. Hiss olunur ki, bu böyük məmləkətdən gələn ideyadır. Yani Çin ideyası bu insanların sağlamlığıyla bağlı, ona tay bərabəri yoxdur. Belə kataklizmalar olub, cürbəcür problemlər olub yer kürəsində. Şəxsən mən bir nəfər haqqında danışmaq istəyirəm. Tahir Salaxov yaşadı 90 neçə yaşda yaşadı. Axır günlərini o neyse canı ağrıyırdı, neyse problemi var idi. O Çin'in kitablarını açırdı. Yani təcrübəli olan kitablarını oxuyurdu və bir dəfə mən ona görüşəndə bu da çox yaxşı ki, Eldar müəllim, sən Yakutiyaya gedirsən, sən Altayda olmuşsan, sən oradakı bizim diasporana görüşürsən, onları mükafatlandırırsan, onlara çox böyük dayaq olursan, hələ ona bax, məsələn, misyon var, sən hələ jurnal, dərgi bırakırsan və dərgidə gözür. Çin böyük nəhəng bu vaxtı nənələrimiz, babalarımız deyərdi, Çin böyük millətdir, Çinlilər, onların bu zəlzələnin priborunu mən görmüşəm Pekin'də. Hansı ki, indi cürbəcür, böyük belə qurğular. Zəlzələni istifadə üçün. Bunlarda Hasan, hamısı belə hasad yolu. Özü bir yaxşı sözü oldu, mənim xoşuma gəlir. İnsan gülməlidir. Gülür, bu gülüş onun birinci dərmanıdır. Hava onun dərmanıdır. Var hələ qidayla bağlı insanlar var, elə fikirləşirlər ki, bu Rusiyanın yağıdır, bu Dərbəndin yağıdır, bu Qalmancan yağıdır. İnsanlar yeməli öz torpağından çıxan qidayla yeməli. Başqa ölkədən gələn bizə yox. Ona görə də bu fermüsü artmalıdır, iqtisadi məsələləri həll eləməlidir. Bizim dövlətimiz bütün dünyada və dövlətin idarə edən insanlar çok yaxşı işler görürlər. Ancaq birinci öz evində, ölkəmizdə, öz evində. Bu sənin evindir, sən bunu istəməlisin. Çox belə çox rahat oldu ki, sizin kimi insan adamlar. Minnətdarıq ki, siz bizə dəyər verirsiniz. Sağ ol, gənə sağ ol. Minnətdarım. Var olun. Sağ olun.